Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Sizinlə bugün Əfşar İmperiyası haqqında danışacağıq. Nadir xan Səfəvilər dövlətində bir sərkərdə idi. O sonradan gücləndikcə hakimiyyəti ələ keçirməyə istəyir. Lakin bunu güc yolu ilə deyil, qəbul olunma yolu ilə etmək istəyirdi. Buna görə də Suqovuşan adlı yerdə bir qurultay keçirir və burada özünü şah elan edir və Səfəvilər dövlətinin yerinə yeni bir sülalə gəlir hakimiyyətə, Əfşarlar sülaləsi. Bu qurultayda Qarabağda Ziyadoğulları, 32-lər, Kəbirli və Cavanşir tayfaların başları Nadir xanın taxta çıxmasına qarşı çıxmışdılar. Lakin sonradan Nadir xan artıq hakimiyyəti ələ keçirdikdən sonra bu tayfaları cəzalandırır, onların başlarını Xorasana sürgün edir. Hətta Qarabağ bəylərbəyliyini, Borçalı, Qazax, Şəmşəddil mahallarını da Gürcü hakimlərinə verir. Və bu gələcəkdə Azərbaycan tarixində biz görəcəyik ki, necə böyük problemlərə yol açır, səbəb olur. Eyni zamanda 1736-cı ildən başlayan bu Əfşar İmperiyası paytaxtı Məşhəd şəhəri idi. O dövləti, Nadir Şah dövləti Məşhəd, Təbriz və Şiraz olmaqla 3 bəylərbəyliyə bölmüşdü. Baş vəzir və sədrəzəm vəzifələrini ləğv etmişdi. Daha əvvəl Səfəvilər dövründə Azərbaycanda mövcud olan Qarabağ, Çuxursət, Təbriz və Şirvan bəylərbəyliklərini birləşdirir və Azərbaycan əyaləti adlandırır və mərkəzdə Təbriz olur bu əyalətin. Başçısı olaraq da Nadir Şah öz qardaşı İbrahim xanı bura hakim təyin etmişdi. Mahal hakimləri nəzarətdə saxlamaq üçün onların yanına naiblər təyin edirdi. Daha sonra vergi islahatı həyata keçirmişdi, vergi toplama işini qaydaya salmışdı, din xadimlərinin dövlət işlərinin nəzarətinin qarşısını almışdı, güclü ordu yaratmışdı, süvari qoşun burada əsas rol oynayırdı, eyni zamanda yüngül artilleriyadan istifadə etmişdi, rəiyyət orduya çağırılırdı onun dövründə. Eyni zamanda Əhməd bəy Ağaoğlunun İran İnqilabı əsərində yazıb ki, Nadir Şah Şiə, Sünni türklərini birləşdirmək istəyib, hətta Hindistan, Türkistan, Buxara, Xivəni alır. Lakin bu birləşmənin qarşısına İstanbul mane olur. Bununla razılaşmırlar. Eyni zamanda Nadir Şah Xəzərdə və İran körfəzində hərbi donanma yaratmaq istəyib. Bununla bağlı Rusiya, İngiltərə və Hollandiya ilə danışıqlar aparıb, top istehsalı ilə bağlı, eyni zamanda gəmi qayırma ilə bağlı müəssisələr tikilməsi, yoluna qoyulmasına bağlı fərmanlar verib. Daha sonra vergini pulla əvəz etməyə çalışıb, lakin bu xalqın vəziyyətinin daha da pisləşməsinə səbəb olur və sonradan üsyanlara səbəb olur. Artıq bütün Azərbaycanı üsyanlar bürüməyə başlayır və 1737-ci ildə Nadir Şah Mərkəzi Asiya, Hindistana yürüşləri edir. Bu zamanda, yəni bir il sonra 1738-ci ildə Carbələkəndə artıq üsyan qalxır. Və bu üsyana qarşı Nadir xanın qardaşı İbrahim xan üsyan yatırmağa gedir və burada öldürülür. Hətta üsyançılar mərkəzləri mühasirəyə alırlar, Şirvan karvan yollarını nəzarətə alırlar. 1747-ci ildə Nadir Şah Mərkəzi Asiyadakı səfərini dayandırır və Carbələkən Dağıstan cənubuna yürüş edir və burada üsyanı yatırdır və Carbələkən əhalisi həmin vaxtı istehkam olaraq Cingöz qalasından istifadə etmişdi. Və əhali arasında yaxşı hökmdar arzusu yaranmışdı. Bunu arzulayırdılar və beləliklə Səfəvi dövlətinə aid olduğunu iddia edən bizim tarixdə 1-ci, 2-ci və 3-cü Sam Mirzə yalançı şahzadələr ortaya çıxacaqdı. Sam Mirzələrə keçmədən öncə bunu da qeyd edim ki, 2026-2027-ci tədris ili üçün tarix dərslərimiz artıq qeydiyyat başlayıb. Instagramdan mənə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olacaq. Həm mövzu təkrarı, həm test işləməsi, sual-cavab bura daxildir. İndi isə qaydaq dərsimizə 1743-cü ildə biz 2 dənə şahzadə görürük. 1-ci və 2-ci Sam Mirzəni üsyanlar baş vermişdi. Deməli 1743-cü ildə özünü Şah Sultan Hüseynin oğlu olaraq qələmə verir 1-ci Sam Mirzə və orada Qazıqumuklu Surxay xan ilə birləşirlər və orada Yeni Şamaxıya gəlirlər, Ağsuya yəni. Buranı tuturlar və Nadir Şahın təyin etdiyi vergiləri ləğv edirlər. Bu nəticəsində əhali arasında onların nüfuzu artır
Həmin vaxtı Nadir Şahın oğlu Nəsrullah Mirzə 1-ci Sam Mirzəyə qarşı göndərilir. Burada 1-ci Sam Mirzə məğlub olur, edam edilir. Surxay xan da Dağıstana qaçır. Həmin ilin sonunda elə 1743-cü ildə 2-ci Sam Mirzə görünür. Bu Təbrizdə üsyana cəhd edir, lakin tutulub ifşa olunur. Edam edilmir, onu buraxırlar. Yəni ciddi almırlar o qədər də. O da gedir Dağıstana, buradakı əhalini özünün Səfəvi şahzadəsi olduğuna inandırır və öz tərəfdarlarının sayını artırır. Sonra Surxay xanın oğlu ilə ittifaqa girir və Şamaxıya yenidən üz tuturlar. Yeni Şamaxıya buraya üsyan böyüyür və Nadir Şahın tədbirləri də nəticə vermir. Şabran və Dərbənd arasında toqquşmalar olur. Nadir Şah həmin vaxtda Osmanlı ilə sülh bağlayır və öz bütün diqqətini Şirvana yönəldir. Nəsrullah Mirzə də 1743-cü ilin sonunda üsyançılarla döyüşə girir. 2-ci Sam Mirzə burada məğlub olur və Ağsu qalasına çəkilir, müqaviməti davam etdirir. Ağsu qalası top atəşi ilə ələ keçirilir və üsyan burada yatırılır. 2-ci Sam Mirzə Gürcüstana qaçır və Gürcü hakimi onu əsir alıb Nadirə təhvil verir. Və 1741-ci ildə hələ Sam Mirzələr ortaya çıxmadan 2 il öncə Şəkidə nələr baş verdi? Biraz bura baxaq. Demək, 1741-ci ildə Şəkililər Nadir Şaha ərizə yazıb öz həmin dövrdəki hakimləri olan Məlik Nəcəfdən şikayət edirdilər. Əhali ilə doğru davranmırdı, onları incidirdi deyə. Əhalini sakitləşdirmək üçün Nadir Şah buraya Hacı Çələbini mahal vəkili üzrə təyin edir və Hacı Çələbi Məlik Nəcəf ilə onu durdurmağa çalışır, toqquşmalar baş verir onlar arasında. Məlik Nəcəf Nadir Şaha Hacı Çələbidən şikayət etməyə başlayır və hər ikisini Nadir Şah öz huzuruna çağırır Dərbənddə olan düşərgəsinə və Hacı Çələbini asmaq qərarına gəlir. Sonra Çələbi öz boynunda kəndir olmasına baxmayaraq yenə də öz fikrini bildirir və Nadir Şah onu bağışlayır, hətta vəkillik səlahiyyətlərini də artırır və yenidən Şəkiyə qayıdırlar. Orada Hacı Çələbi yenidən Məlik Nəcəfi sıxışdırır. O da yenə gedir Nadir Şaha şikayət edir. Yenə Nadir Şah onu huzuruna çağırır. Bu dəfə Hacı Çələbi anlayır ki, artıq kəndirdən qurtula bilməyəcək və buna görə də öz ətrafına insanları toplayır və burada özünü xan elan edir. 1743-cü ildə artıq Şəkidə özünü xan elan edir. Və bu vaxt Dərbətdə, Carbələkəndə, Qarabağda, İrəvanda və cənub ərazilərdə çıxışlar davam edirdi. Hacı Çələbi də əhalini Gələsən Görəsən qalasına köçürür, burada azuqə toplayır və 3 il müddətində 1746-cı ilə qədər burada çıxışlar baş verir, yəni üsyankarlıq göstərir. 1746-cı ildə azuqə çatışmamazlığı baş verir və Hacı Çələbi Nadir Şahın hakimiyyətini qəbul etmək məcburiyyətində qalır və Nadir Şah da Hacı Çələbini şah vəkili kimi tanıyır, Şəki vəkili kimi tanıyır. Bu dövrdə Əfşarlar imperiyası zəifləmişdi, üsyanlar artmışdı və əhalinin vəziyyəti pisləşməyə doğru gedirdi. Bu dövrdə elə Ərdəbildə 3-cü Sam Mirzə görünür və əhalini üsyana qaldırır və Təbrizi ələ keçirir hətta. 1747-ci ildə də Nadir Şaha qarşı sui-qəsd təşkil olunur və öldürülür. İranda Məşhəd şəhərində dəfn olunur. 3-cü Sam Mirzə bir sıra qəti addımlar atır. Nadir Şahın idarə sistemini ləğv edir, Təbrizdə pul zərb etdirir və xanlara hakimiyyətin qəbul etməsi ilə bağlı fərman göndərir, lakin bu fərmanlar cavabsız qalır. Nadir Şahın əmisi oğlu İrəvan hakimi Əmir Əslan xan idi və o 3-cü Sam Mirzəni məğlub edir və edam etdirir. Bundan sonraki dövrdə Əfşarlar imperiyası artıq süqut edir və feodal dağınıqlıq dövrü başlayır Azərbaycanda. Bir sıra çoxlu müstəqil, yarım müstəqil xanlıqlar, sultanlıq, cəmaət, məlikliklərə parçalanır və birləşə bilmirlər və bu birləşə bilməmənin də özündə iqtisadi və siyasi səbəbləri var idi. Çünki onlar bu ərazilər arasında iqtisadi əlaqələr çox zəif idi. Feodal hakimlər özləri müstəqil olmaq istəyirdilər, hakimiyyət üçün mübarizə aparırdılar, birləşə bilmirdilər və eyni zamanda xarici dövlətlər də Azərbaycan ərazilərini ələ keçirmək üçün hücumlar edirdilər, müdaxilələr edirdilər.